Yəni məncə kompüter oyunlarının əksəriyyətində aqressivlik var. Yəni biz demək olar ki, hamısında. Yəni Bəli, sən ən azından baxanda döyüş növlərində. ancaq döyüş növləri. Yəni bu uşağa nə verəcək? Uşağa heç bir şey vermir. Sadəcə olaraq uşaqda hədsiz stress yaradır və uşaqda aqressiya yaradır. Uşaqda hədsiz stress yaradanda uşağın yaddaş qabiliyyəti aşağı düşür. Diqqətsiz olur uşaq. Yəni ancaq bir mövzu üzərində qalır, bir mövzu üzərində fikirləşir və onun öyrənə bilmir, dərs öyrənə bilmir, dərs yadında qalmır. Bütün bunlar mütləq bunlar da olduqca mühüm səbəblərdirlər. Psixoloqlar deyirlər ki, aqressiv uşaqlar əgər onları biz cəzalandırmasaq, yəni onda belə bir təsəvvür yaranır ki, mən istədiyim hər şeyi eləyə bilərəm və heç kəs də bunun qabağını ala bilməz. Bu onun aqressiyasının getdikcə daha çox artmağına səbəb olur, amma aqressiyanın azalmağına heç bir səbəb olmur. Çünki bəzi valideynlər fikirləşir ki, uşağı böyüyəndən sonra belə olmayacaq. Bu tam doğru olmayan bir fikirdir. Buna görə də psixoloqlar deyirlər ki, aqressiv uşaqları biz mütləq cəzalandırmalıyıq. Amma bu cəzalandırma nə cür olmalıdır? Eyni hərəkətə görə, məsələn, uşaq anasını dişləyir. Birinci növbədə nə etmək lazım? Birinci dəfə uşaq bu hərəkəti eləyəndə ana uşağına deyir ki, bu məni incidir, sən bir daha bu hərəkəti eləmə. Yəni, niyə eləmənin səbəbini uşağa başa salır. Əgər uşaq ikinci dəfə yenə də eyni hərəkəti eləyirsə, ana ikinci dəfə ona izah edir və deyir ki, əgər sən bir də bu hərəkəti təkrar eləsən, sən cəzalanacaqsan. Əgər uşaq xəbərdarlıq edirik, əgər uşaq ikinci dəfədə buna qulaq asmır və yenidən ananı dişləyirsə, o vaxt artıq ana onu cəzalandırmalıdır. Amma bu cəzalandırma nə cür olmalıdır? Bəziləri belə fikirləşirlər ki, mütləq uşağı döymək lazımdır, ya nəsə başqa bir şey. Yəni biz bu uşaqları cəzalandıranda heç bir şəkildə zorakılıq və ya şiddət istifadə edə bilmərik. Bu onların aqressiyasının daha da çox artmağına səbəb olacaq. Amma biz nə edirik? Qədimlərdə bəlkə də siz də eşitmişsiniz, uşağı küncə qoyurdular. Bəli. Bir künc, uşağı məsələn müəyyən bir yerdə, hələ künc olmasın, müəyyənləşdirilmiş yerə deyirsən, sən burada məsələn 2 saat oturacaqsan. Yəni bu cür sadə bir şey olmalı. Ya məsələn ona sevdiyi bir cizgi filminə baxmağa məsələn bu gün icazə vermirsiniz. Ya məsələn dondurma yemək istəyir, bu gün sən dondurma yeməyəcəksən. Çünki sən bu işi gördün. Bir də bu cəzalandırma sonraya qalmamalıdır. Məsələn, əgər siz uşağınızı cəzalandıracaqsınızsa, mütləq bu işindən sonra, yəni sizi dişləyəndən sonra siz mütləq onu cəzalandırırsınız. Bu cəzalandırma çox uzun, birinci dəfələrdə çox uzun müddətli olmamalıdır və çox həddən artıq çox olmamalıdır. Əgər dəfələrlə təkrar olunursa, o vaxt biz onun şiddətini biraz artıra bilərik. Bir də mühüm olan nədir ki, onu dəqiq olaraq ondan sonra eləyirik və cəzalandırma növümüz də həmişə eyni şəkildə olmalıdır. Əgər biz ona hər dəfə bu cizgi filminə baxmağa qoymuruqsa, ya onu bir küncdə oturmağa məcbur ediriksə, hər dəfə eyni şey olmalıdır. Yox, buna görə deyil. Ona görədir ki, uşaqda belə bir təsəvvür yaranır ki, mən bu hərəkətimə görə belə cəzalanacağam. Amma cəzalandırma növləri dəyişəndə uşaq heç bir təsir eləmir. Eyni növ uşağa daha çox təsir eləyir və onda belə bir şey. Mən tərsinə düşünürdüm. Yox, eyni növ olanda, yəni uşaq daha onun üçün bir alışqanlıq olur. Mən bu işi eləyə bilmərəm. Çünki 2 saat orada oturacam. Və bu da müəyyən qədər bu uşaqlardakı aqressiyanın qabağını almağa kömək edir.